Düzgün qidadan başlayır. Bu videoda bitki əsaslı qidalanmanın potensial faydaları və riskləri ilə bağlı ümumi statistik göstəricilərdən bəhs edirəm. Bu video mövzuya yeni başlayanlar üçün əla girişdir və ailə üzvləri və dostlarla paylaşmaq üçün də uyğundur. Bitki əsaslı qidalanmanın üstünlükləri və çatışmazlıqları. Araşdırmalar göstərir ki, vegetarian qidalanma və həyat tərzi hazırda dünyada xəstəlik yükünün böyük hissəsini təşkil edən bir çox xroniki xəstəlik riskini əhəmiyyətli dərəcədə azaldır. Maraqlıdır ki, stomatoloji xərclər eyni qalsa da, vegetarianların siqaret çəkməyən və alkoqol istifadə etməyən ət yeyənlərlə müqayisədə və ümumi əhali ilə müqayisədə xəstəxana, ambulator və ümumi tibbi xərcləri xeyli aşağıdır. Bu onu göstərir ki, qidalanmada bitkilərin payının artırılması səhiyyə xərclərini azaltmaq üçün effektiv strategiya ola bilər. Xüsusilə xroniki xəstəliklərdə xərclər xeyli aşağıdır. Yüksək təzyiq, yüksək xolesterin. Tam bitki əsaslı qidalananlar. Xolesterin hədəflərinə 93%, triqliseritlərə 97%, sistolik təzyiqə 88%, diastolik təzyiqə 95% hallarda çatır. Depressiya ilə bağlı tibbi xərclərdə isə təxminən 50% azalma müşahidə olunur. Bəs insult? Əvvəl bir araşdırma vegetarianlarda insult riskinin yüksək olduğunu iddia etmişdi. Amma sonraki iki böyük araşdırma bunun əksini göstərdi. Ən çox rast gəlinən insult növü olan işemik insultda vegetarianlarda risk təxminən 60% daha aşağıdır. Hemoragik insultda isə risk 65% azdır. Bu nəticələr B12 qəbulunun azlığı səbəbilə homosistein səviyyəsi yüksək olsa belə əldə olunub. Böyük metaanaliz göstərdi ki, vegetarian qidalanma işemik ürək xəstəliklərinin və xərçənglərin yaranma və ölüm riskinə qarşı açıq qoruyucu təsirə malikdir. Vegan qidalanma isə xərçəng riskini təxminən 2 dəfə azaldır. Bəs əksinə, bitki əsaslı qidalanmadan çıxıb yenidən ət yeməyə başlasanız nə olar? Adventist Health Study göstərdi ki, vegetarianlıqdan imtina edənlərdə çəki artımı riski 231%, diabet riski 166%, insult riski 152%, ürək xəstəliyi riski 146% artır. Ət yeməyə davam edənlər ömürlərini orta hesabla 3,5 il qısalda bilərlər. Amma bu ya hamısı, ya heç nə deyil. Sadəcə əti azaltmaq belə ümumi ölüm riskini azaldır və ömrü uzadır. Qidalanma nə qədər çox bitki əsaslıdırsa, ümumi ölüm riski bir o qədər aşağıdır. Tədqiqatçılar nəticə çıxarır. Bitki qidalarını artırmaq və heyvani qidaları azaltmaq real sağ qalma üstünlüyü yaradır. Bəs risklər varmı? Protein çatışmazlığı tez-tez səslənən qorxudur. Amma gündə kiloqrama 0,8 qram, yəni təxminən 50 qram protein bitki əsaslı qidalanma ilə rahatlıqla təmin olunur. Bunu dünyada 1 milyarddan çox insanın ət yeməməsi sübut edir. Əsl risk isə vitamin B12 çatışmazlığıdır. Buna görə B12 ya əlavələrlə, ya da zənginləşdirilmiş qidalarla mütləq təmin edilməlidir. Daha az danışılan bir üstünlük isə pandemik infeksiyaların yaranmasında qidalanmanın roludur. Viruslar heyvandan heyvana asan keçir, amma bitki viruslarının insana keçməsi ilə bağlı nümunə yoxdur. Dünyanın ən böyük diyetoloq assosiasiyası açıq şəkildə bildirir. Bitki əsaslı qidalanma bütün yaş dövrləri üçün uyğundur və bir çox xəstəliklərin qarşısının alınmasında və müalicəsində faydalıdır. Bir sitatla yekunlaşdıraq. Vegetarian qidalanmaya münasibət istehzadan, şübhəyə, məcburi qəbuldan və nəhayət elmi tanınmaya keçdi.